Qızlar, necəsiniz? Çox bu aralar bir neçə mövzu ilə ilgili mesaj alıram. Hətta nömrəmə belə arayanlar var. Dedim, indi zaman bulmuşkən sizin üçün paylaşım eləyim. Bir diyetlə ilgili şagirdlərin belə nömrəsini alıb Sabrinə xanımın. Bugün Sabrinə xanımın səhər tezdən yolladı, 2-3 gündür yollayır. Detoks və yeməkləri mən paylaşmışdım sizlər üçün. Onunla ilgili çox mesaj gəldi ki, onun faydası vardır. Belə deyim də, mən birinci, ikinci günü yenə paylaşmadım, bir yoxladım, bir gözlədim ki, indi fikrimi tam ifadə edeyim. Detoks suları yollayır Sabrinə xanım. O qədər özəmli hazırlayır ki, bir də özü hazırlayır hamısını, yeməklər də özü bişirir. Düşünün, siz Sabrinə xanıma deyirsiniz, sizin o boyunuz, kilonuz onu artıq özləri bilirlər və sizə günlük səhər tezdən yeməyinizi və içəcəyinizə qədər hamısını yollayırlar. Saatı da üstündə yazılıb, hansı saatda nəyi yeyəcəksən, şirniyyatına qədər, baxın, şirniyyatına qədər özü hazırlayır ki, bunu deməsəm haqsızlıq olar. Allah yuxarıdan görür, bir gözəl yeməklərdir. Yəni siz onu sipariş versəniz, elə normal yemək üçün də, hətta mən Sabrinə xanıma keçən dəfə demişdim ki, Sabrinə xanım, sizin hazırladığınız bu dietik yeməklər o qədər dadlıdır ki, siz bir kafe ya da restoran mı açsanız dedim. Çünki çox xoşuma gəlir, dadı gözəldir, şirniyyatları, dönərinə qədər hazırlayır. Amma təbii ki, o dietik hazırlayır və dadları çox gözəldir. Bu arada bilginiz olsun. Detokslar bir neçə dənə yollayır. Detoksların biri daha çox bu arada təzə vardı bu. Çox xoşuma gəldi. Yağları yandırır, içəridəki yağları əridir və doyurucudur da. Mən keçən gün elə bir ki, getdim, istədim hamburger yeyim. Bu suyu içmişdim deyə, mən ki bilirsiniz, sevirəm elə yeməyi. Yeyə bilmədim. Balacasını güclə yedim ki, mən 2 dənə yeyirəm. Çox xoşuma gəlir. Yəni o qədər. O çox xoşuma gəlmişdi və sıx-sıx tualetə çıxırsınız. Bağırsaqları boşaldır. Bu çox önəmlidir kilo verməkdə, bilirsiniz. Sindirim sistemi çox önəmlidir. Bunları gözləmlədim. Dediyim kimi səhər tezdən kurye ilə, Allah razı olsun, yollayır sizin adresinizə. Yanında yeməyi, saatləri üstündə, içəcəkləri hamısı yanında. Onun, Sabrinə xanımın dediyi hər şeyi uygulayın, qarşılığını görün. Mən bilirsiniz, maşallah istədiyim kilodayam deyə mən ona görə limitlə gedirəm. Yəni çox arıqlamaq indi mənə bir şey olmazdı. Onsuz əməliyyatdan çıxmışam. Fazla arıqlamaq mənə yaraşmaz. Amma faydasını görürəm. Sindirim sisteminə qədər, doyum olmasına qədər, onsuz yeməklər sizi doyurur. Amma bir tərəfdən də kilo verirsiniz. Bu barədə indi mən bildiklərimi, gözləmlədiklərimi, yoxladıqlarımı sizinlə paylaşdım. Bu barədə Sabrinə xanımın hesabını etiketləyəcəm Instagram hesabımda. Oradan Sabrinə xanımla əlaqə saxlayıb ondan bilgi ala bilərsiniz. Bilgi aldıqdan sonra, Sabrinə xanımı tanıyandan sonra inanın, deyəcəksiniz ki, kəşki çoxdan tanısaydıq. Bunu deyim sizə. Öpürəm sizi, sevirəm sizi.